Salamlar, vaxtınız xeyir olsun. Hazırda Avropanın İSYAM-WF modelinin dekabr ayının sonları ve yanvar ayının birinci 10 günlüyü üçün gözlenen hava şəraiti haqqında ümumi olaraq model təhlilləri ilə tanış oluruq. Prosessin sonraki inkişafı nəticəsində dekabr ayının artıq 26 və 27-sindən başlayaraq Şimali Avropada, xüsusən də Skandinaviya ərazisində güclü bir orta troposferdə atmosfer təzyiqində artım gözlənilir. Bu da orta troposferdə Skandinaviya ərazisində Rusiyanın şimal-qərb və uzaq şimal-qərb ərazilərində, eyni zamanda Qrenlandiyanın şərqində güclü antiklonik bloklanma gözlənilir. Bu da o deməkdir ki, ərazidə hava şəraitinin soyuq hava dalğasının ərazidə bloklanması və ərazidəki real temperatur göstəricilərinin çoxlu iqlim normasından bir qədər yüksək olması gözlənilir. Lakin Rusiyanın qərbində, Qərbi Sibir ərazisində, eyni zamanda Mərkəzi Sibirdə və Şərqi Avropa ərazisində isə orta troposferdə atmosfer təzyiqində dekabr ayının sonlarında bir xeyli azalma gözlənilir. Bu prosesin davamlı inkişafı nəticəsində, yəni bu prosesin 10-15 gün ərzində ərazidə hakim olması gözlənilir. Yəni qısa müddətli bir proses olmayacaq. Hazırki proqram təhlillərinə əsasən 10-15 gün ərzində bu prosesin davamlı olaraq ərazidə inkişafı fonunda daimi olaraq şimaldan Arktikadan, yəni Şimal Buzlu Okeanından, Arktikadan və Qərbi Sibirdən soyuq hava dalğalarının davamlı olaraq Qərbi Rusiya ərazisinə, oradan da Şərqi Avropaya, Şimali Qafqaza, prosesin sonraki inkişafı nəticəsində isə artıq Qafqazın cənubu Azərbaycan ərazisində daxil olması gözlənilir. Prosesin nəticəsində, yəni prosesin birinci mərhələsində əvvəlcə Avropanın şimalında Skandinaviya ərazilərində orta troposferdə güclü antiklonik bloklanma gözlənilir. Prosesin lakin sonraki inkişafı artıq yanvar ayının birinci həftəsində isə bu sistemin tədricən Qrenlandiya ərazisindən doğru uzanması gözlənilir. Bu da o deməkdir ki, Avropanın həm şimalında, həm də şimal-qərbində və Böyük Britaniyanın şimal-qərb ərazilərində, uzaq şimal-qərb ərazilərində, yəni Qrenlandiya ərazilərində də orta troposferdə güclü antiklonik bloklanma gözlənilir. Bu da o deməkdir ki, ərazidə havanın davamlı olaraq 10-15 gün ərzində bloklanması nəticədə Avropa ərazisində güclü şərq axınları ilə Sibirdən və Rusiyanın qərbindən soyuq havanın Avropanın qərb ərazilərinə qədər daşınması gözlənilir. Və digər bir sistem isə artıq Rusiyanın qərbində və Qərbi Sibirdə formalaşacağı üçün bu sistemin bir qolunun da Qafqazın Cənubi Azərbaycan ərazisində davamlı olaraq həm Arktikadan soyuq havanın, həm də Sibirdən soyuq Sibir siklonlarının Qafqaza müdaxiləsində bir xeyli artım gözlənilir. Yəni hazırki model məlumatların təhlillərinə əsasən, yəni həm Avropanın İSYAM-WF modelinin, həm Amerikanın NOAA modeli, eyni zamanda Alman modeli, Yapon modeli, Kanada modeli və Koreya modelləri. Bu modellərin hamısı demək olar ki, eyni siqnalı verir ki, 50-50-yə bir rejim gözlənilir. Yəni 50% soyuqların Avropa arasında daxil olması ehtimalı var, 50% isə Qafqazın cənubuna daxil olması ehtimalı var. Hazırki bugünkü prosesin təhlilləri onu göstərir ki, dekabr ayının sonlarında və yanvar ayının birinci həftəsi ərzində bu sistemin 100% Qafqazın cənubuna müdaxiləsi ehtimalı olmasa da, 50% ehtimalla bu sistemin bir qolunun da Qafqazın cənubu Azərbaycan ərazisində təsir etməsi ehtimalı var. Yəni bu soyuq Arktik hava kütlələrinin və Sibir siklonlarının iki yerə bölünməsi gözlənilir. Bu soyuqların 50%-nin Avropanın mərkəzinə və uzaq qərb ərazilərinə qədər, yəni Atlantik okeanının sahillərinə qədər bu güclü Arktik hava cəbhəsinin daxil olması və digər bir hissəsinin isə, yəni 50-50-yə bölünəndə, digər bir hissəsinin isə soyuq havanın digər bir qolunun da Qafqazın cənubuna daxil olması gözlənilir. Dekabr ayının artıq 27-si gördüyünüz kimi Avropanın xüsusən də şimalında, Skandinaviya ərazilərində güclü antiklonik bloklanma gözlənilir. Bu da ərazidə hava şəraitinin bloklanmasına səbəb olacaq. Lakin Rusiyanın qərbində, Qərbi və Mərkəzi Sibirdə, eyni zamanda Şimali Qafqazda və Xəzər ölkəsi ölkələrinin xüsusən də şimalında orta troposferdə, atmosfer təzyiqində bir xeyli azalma gözlənilir. Nəticədə dekabr ayının 26-sından başlayan prosesin dekabr ayının 27-si, 28-si və 29-sunda bir qədər də güclənməsi ehtimalı var. Dekabr ayının artıq 30-su və 31-də isə bu sistem Qərbi Rusiyada daha da güclənəcək. Nəticədə orta troposferdə, Qərbi və Mərkəzi Sibirdə, eyni zamanda Qərbi Rusiyada və Qafqazın şimalındakı hava sahəsində orta troposferdə güclü ekstratropik soyuq siklon sisteminin, yəni soyuq nüvəli soyuq siklon sisteminin formalaşması gözlənilir. Bu da Atlantik okeanından daşınan rütubətli hava axınları ilə
Arktik hava cəbhəsinin və eyni zamanda Sibir siklonlarının bir-birinin qarşılaması fonunda ərazidə böyük bir qar fırtınasının formalaşması üçün, yəni boranın formalaşması üçün mümbir sinoptik şəraitinin yaranması gözlənir. Bu prosesin nəticəsində dekabr ayının artıq 28-29-dan başlayaraq Qafqaz regionunda hava şəraitində kəskin soyuma gözlənir. Dekabr ayının 30-u və 31-də isə artıq Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin daha da kəskinləşməsi və havanın temperaturunun çoxillik iqlim göstəriciləri ilə müqayisədə, yəni arxiv məlumatlarının təhlillərlə müqayisədə havanın temperaturunda bir xeyli azalma gözlənir. Yəni Azərbaycan ərazisi üçün xarakterik olmayan bir dərəcədə anormal soyuqların baş verməsi ehtimalı hazırda 50% yaxındır. Artıq dekabr ayının 31-i və yanvar ayının 1-2-sində bu sistem tam gücü ilə daha da şiddətlənəcək və nəticədə Şimali Qafqazdan və Rusiyanın qərbindən, Arktikadan, eyni zamanda Qərbi Sibirdən davamlı olaraq soyuq havanın Qafqaz regionuna, Azərbaycan arasında daşınması fonunda əvvəlcə dekabr ayının 27-si və 28-sində yağışlarla başlayan prosesin artıq dekabr ayının 29-30-u başda sulu qar yağması gözlənir. Hazırki məlumatların təhlillərinə əsasən dekabr ayının 31-i və yanvar ayının 1-də isə artıq Bakıda bu sistem real zaman ərzində baş verərsə, bu proses dekabr ayının 31-i və yanvar ayının 1-də Bakıda qar yağması ehtimalı var. Yəni bu proses çox nadir hallarda baş verən bir prosesdir. Əvvəlki dövrlərdə, əvvəlki illərdə, yəni 20-25 il ərzində çox nadir hallarda baş verən prosesdir. Xüsusən də 19-cu əsrdə bu tip proseslər Qafqaz regionunda 2-3 dəfəyə yaxın təşkillanıb. Hətta rekord bir soyuqların yadda qalıb 19-cu əsrdə, 20-ci əsrdə bu proseslər nəticəsində rekord bir soyuqlar müşahidə edilib. Hətta əsrin soyuqları, dırnaqarası əsrin soyuqları deyilə biləcək bir şiddətdə bir soyuq hava kütlələri Azərbaycanda müşahidə edilib. Nəticədə çox ciddi bir proseslər səbəb olub. Artıq bir iqlim dəyişikliyi nəticəsində həm isti hava dalğalarının sayında artım müşahidə edilir. Eyni zamanda yəni qlobal istiləşmə o deməkdir ki, tamamilə səhralaşma olacaq, tamamilə istiləşmə olacaq. Qlobal iqlim dəyişikliyi o deməkdir ki, ümumi olaraq dünyada havanın temperaturu yüksəlir və xüsusən də bu isti hava kütlələri tez-tez şimal qütbünə doğru müdaxilə edir. Yəni isti hava dalğası şimal qütbünə müdaxilə etdikcə şimalda toplanmış soyuq hava da artıq cənuba doğru müdaxilə edir. Yəni bu havanın yer dəyişməsi baş verir. İsinmiş hava şəraiti qütblərə doğru hərəkət etdikcə iqlim dəyişikliyi nəticəsində bu proses daha da şiddətlənir, siklonların təsir edirlər. Nəticədə qütbdə yığılmış, yəni bizim üçün normadan soyuq hava dalğası, yəni bizim ərazimiz, iqlimimiz bir qədər mülayim şəraitə malikdir. Nəinki şimal ölkələrinə nisbətdə, lakin şimalda toplanmış normadan soyuq hava artıq bu iqlim dəyişikliyi nəticəsində daha tez-tez və qısa müddətli olsa da çox şiddətli şəkildə müdaxilə edə bilir. Lakin bu iki prosesin yəni 10-15 gün ərzində ərazidə hakim olması ehtimalı var. Çünki bu proses bir qədər uzun müddətli ola bilər. Yəni Avropanın şimalındakı bu Skandinaviyadakı bu bloklanmanın dekabr ayının artıq 26-27-dən başlayaraq yanvar ayının 1-ci 10 günlük ərzində davamlı olaraq ərazidə aktiv olması nəticədə hazırki məlumatların təhlilləri onu göstərir ki, 10-15 gün ərzində Qərbi Rusiyadan davamlı olaraq soyuq havanın Qafqaz regionuna daşınması ehtimalı var. Bu barədə ümumi olaraq yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Avropanın İCMWF modelinin yenilənmiş məlumatların təhlillərinə əsasən dekabr ayının artıq 26 və 27-dən başlayaraq Qərbi Sibirdə, Qərbi Rusiyada, Mərkəzi Sibirdə, Orta Troposferdə, atmosfer təzyiqində bir xeyli azalma gözlənilir. Lakin Avropanın şimalında, Skandinaviyada isə güclü antisiklonik bloklanma gözlənilir. Nəticədə bu sistemin hərəkət istiqaməti ilə əlaqədar olaraq, yəni Avropanın şimalındakı antisiklonun sağ qolunun daimi olaraq Rusiyanın qərbinə şimaldan soyuq havanın daşıması və daimi olaraq Arktikadan soyuq havanı Qərbi Rusiyaya, prosesin sonraki inkişafı nəticəsində artıq dekabr 29 və 30-da isə tam olaraq Qafqazın şimalından Azərbaycan arasına doğru daşınması gözlənir. Bu proses nəticəsində Qafqazın şimalından başlayaraq Qafqazın cənubunda dekabr ayının artıq 29-u, 30-u, 31-i və yanvar ayının 1-2-sində hava şəraitinin günü-gündən kəskinləşməsi, əvvəlcə yağışla başlayan prosesin Bakıda sulu qar və qara çitilməsi, xüsusən dekabr ayının 30-u, 31-də və yanvar ayının 1-2-sində Bakıda qar yağması və qarın intensiv olması ehtimalı var. Yəni bu sistem, bu proses çox güclü bir proses olacaq. 50% ehtimalı bu sistemin Qafqazın cənubuna müdaxiləsi gözlənilir. Yəni davamlı olaraq bu soyuq siklonun ərazidə 10-15 gün ərzində tez-tez təkrarlanması, Aralıq dənizindən Qara dənizindən daşınan rütubətli hava ilə Arktik və Sibir siklonlarının güclü Arktik hava kütlələrinin bir-birinə toqquşması fonunda Qafqazda
Qafqazın şimalında və Qafqazın cənubi Azərbaycanda güclü qar yağması gözlənilir. Ölkənin xüsusilə də əksər rayon və şəhərlərində, Bakı da başda olmaqla dekabr ayının 31-i və yanvar ayının 1-2-sində artıq qar yağması və qar örtüyünün yanına gəlməsi ehtimalı var. Bu proses modelin göstərdiyi şəkildə baş verərsə, 50% ehtimalla bugünkü təhlillərə əsasən dekabr ayının artıq sonu və yanvar ayının birinci həftə içərisində Azərbaycan ərazisində anormal soyuqlar gözlənilir. Bu prosesin nəticəsində ayrı-ayrı ərazilərdə rekord miqdarda qar yağması ehtimalı var. Çünki bu proses Xəzər siklonları ilə və Qara dəniz, Aralıq dənizi siklonları ilə toqquşacaq. Bu soyuq Arktik hava cəbhəsi və Sibir siklonları nəticədə rütubətli hava axınları ilə toqquşan güclü soyuq hava kütlələrinin regionda mürəkkəb bir hidrometeoroloji prosesə səbəb olması, çox nadir hallarda müşahidə edilən xüsusi təhlükəli bir soyuq hava kütləsinə səbəb olması gözlənilir. Nəticədə Bakıda bu proses baş verərsə 50% ehtimalla dekabrın sonu və yanvar ayının birinci həftəsində anormal şartlar ehtimalı var, güclü qar yağması ehtimalı var. Bu 50% bir ehtimaldır, 100% ehtimal deyil. Bunun üçün də yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Prosesə daha da geniş olaraq nəzər salsaq biz görürük ki, dekabr ayının artıq 28-29-dan başlayaraq əvvəlcə Qafqazın şimalında, prosesin sonraki inkişafının nəticəsində artıq dekabr ayının 29-u və 30-da isə artıq Qafqazın cənubunda da orta troposferdə atmosfer təzyiqində bir xeyli azalma gözlənilir. Bu da güclü soyuq hava kütlələrinin şimal qütbündən Rusiyanın qərbinə və prosesin sonraki inkişafının nəticəsində artıq Rusiyanın qərbindən Şimali Qafqazı və Cənubi Qafqaz Azərbaycan arasında daxil olması gözlənilir. Nəticədə Qafqazın cənubunda, Havanın klimatında dekabr ayının 30 və 31 və yanvar ayının 1-2-sində bir xeyli azalma gözlənilir. Qara dənizdən və Aralıq dənizindən davamlı olaraq daşınan rütubətli hava axınlarının Xəzərdən daşınan rütubətli sistemlə və eyni zamanda şimaldan daxil Arktik və Sibir cəbhələri ilə soyuq hava kütlələrinin toqquşması fonunda ərazidə mürəkkəb hidrometeoroloji prosesin baş verməsi nəticəsində Azərbaycan demək əksər rayonlarında dekabr ayının 31-i və yanvar ayının 1-2-sində güclü qar yağması ehtimalı var. Yəni iqlim dəyişikliyi nəticəsində baş verən proseslərin intensivliyini qabaqcadan dəqiq 100% bildirilmək mümkün deyil. Bu sistemin daha çox hara təsir etməsi ehtimalı demək olar ki 100% deyil. 50% ehtimalla bu sistemin daha çox Xəzər dənizinə yaxınlanan şərq rayonlarına və Bakıya təsir etməsi ehtimalı var. Çünki əvvəlki dövrlərdə baş verən prosesləri biz analiz edəndə görürük ki, xüsusən də Qara dənizdən və Aralıq dənizindən daşınan rütubətli sistem, yəni Orta Şərq ölkələrində, Kiçik Asiya ərazisində formalaşan subtropik rütubətli siklon sisteminin Arktik soyuq hava kütlələri ilə Qafqazda bir-birinə toqquşması fonunda bu sistemin ən çox da Mərkəzi Aranın cənub-şərq ərazilərinə, yəni Beyləqan, Biləsuvar, Saatlı, Salyan, Neftçala, eyni zamanda Cəllabad, Masallı, Lənkəran, Astalı, Yardımlı, Lerik, Böyük Qafqazın şimal-şərq yamacları, Quba, Qusar, Xasmaz, Şabran, Dağlıq, Şirvan, eyni zamanda xüsusilə də Bakı və Abşeron-Sumqayıt arasında təsir etməsi ehtimalı dekabrın sonu və yanvar ayının birinci həftəsində hazırda 50% bir ehtimaldır. Bu sistem daha çox nəmlə birləşdiyi üçün daha çox Xəzər dənizinin yaxınlanan şərq rayonlarında və Bakı Abşeron-Sumqayıt ərazisində daha intensiv qar yağışlarının Bakıdan müşahidə edilməsi ehtimalı var. Çünki Xəzərdən daşınan rütubətlə qarşılanan Arktik hava kütlələri xüsusən də Bakıda güclü qar yağmasına səbəb olması ehtimalı var. Yəni xüsusən də Azərbaycan qərb rayonlarında bu proses bir qədər qarın az yağmasına, daha çox quru şaxtanın baş verməsinə səbəb olsa da daha güclü qar yağıntılarının Böyük Qafqazın şimal-şərq yamacları, yəni Quba, Qusar, Xasmaz, Şabran, Xızı, Dağlıq, Şirvan, Mərkəzi Aranın cənub-şərqi, Beyləqan, Biləsuvar, Saatlı, Salyan, Neftçala və Cəllabad, Masallı, Lənkəran, Astalı, Yardımlı, Lerik, xüsusən də Bakı Abşeron-Sumqayıt ərazisində bu prosesin 50% ehtimalla güclü qar fırtınasına səbəb olması ehtimalı var. Yəni bu sistem rütubətlə daşınan soyuq havanın daha çox Xəzər dənizinə yaxınlanan şərq rayonlarına və Bakıya təsir etməsi gözlənilir. Lakin bu 100% bir təhlil deyil. 50% ehtimalla Bakıya dekabr ayının sonunda və yanvar ayının birinci həftəsində güclü qar yağması ehtimalı var. Bu barədə mütəmadi olaraq yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində gözlənilən ən son dəyişikliklər haqqında və gözlənilən güclü qar fırtınasının dəqiq hansı ərazilərə təsir etməsi haqqında yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq.